Avropanın hazırki mövsümdə ən yaxşı klubu olan Bavariya München. Gəlin bu klubun uğurunun sirrini anlamağa çalışaq. Xüsusilə Harry Kane seçilir. Harry Kane'in 18 qolu və 3 asisti var və biz o asistləri xüsusilə analiz edərək Harry Kane'in nəyə görə hazırda bu mövsümün ən yaxşı oyuncusu olduğunu isbat etməyə çalışacağıq. Üstəlik komandanın yeni transferi olan sol cinah vingeri Luis Diaz'da da işlər əla gedir. Onun 5 qolu və 4 qol pası var. Burada Harry Kane yuxarı qalxır. Leipzig hardasa 4+1 5-li müdafiə ilə müdafiə olunur Bavariyaya qarşı və Leipzigin müdafiəçiləri Kane'in arxasınca düşüb müdafiəni açmırlar, amma Kane'ə vaxt verirlər və bu vaxtdakı belə bir gözəl qolun vurulması ilə nəticələnir. Daha bir epizod, yenə də eyni ssenari təkrar olunur. Yenə də müdafiənin dileması, yenə də müdafiə Kane'in dalınca düşmür. Çünki ötən mövsüm Kane'in dalınca düşərək o bir oyunculara, xüsusilə Olisa'ya çox gözəl epizodlar müdafiə buraxmış olurdu. İndi isə gəlin komandanın mənfilərindən danışaq. Bu epizodda Upamecano təzyiq altında top itirir. Əminəm ki, istənilən Bavariya azarkeşini 3 mövsüm öncə City ilə 4-1 finalda epizodları xatırladacaq. Bu onu göstərir ki, bu Upamecano'nun həll etdiyi problem deyil. Eyni təzyiq olarsa Upamecano, ümumiyyətlə Bavariya müdafiəsi bu təzyiq altında tab götürməyə bilər. Klassik mövqe futbolu oynayan, çox yüksək xəttlə oynayan komandada olduğu kimi burada da Alphonso Davies heyətdə yoxdursa, yerinə fərq yoxdur kim oynayır. Sürətli şəkildə geri komanda dönə bilmir. Məsələn, bu epizodda biz görürük, komanda top itirir və bir pasla bir növ həm Bavariyanın bir növ dayaq yer müdafiəsi, həm də ki sol mərkəz müdafiəçisi ilə sol cinah müdafiəçisinin arası kəsilir və sadəcə oyunçunun fərdi ustalığı çatmır ki, biraz bəxti götürmür ki, bu epizod qapıya zərbə ilə və ya qolla bitmir. Komandada Konrad Laimerə çoxlu suallar var. Yaxşı oynasa da, işin öhdəsindən uğurlu gəlsə də, hücum planı yaxşı olsa da, müdafiə planında daim axsayır və zəif bənd deməzdik ona, amma top səviyyəli bir sağ cinah müdafiəçisi deyil. Hücuma gəldikdə isə əlbəttə ki, Bavariyanın yenə də yüksək xəttindən komanda öz qapısına çox say bərabərliyində əks hücumlar alır. Məsələn, bu epizodda Chelsea 4-4 çıxır. Əslində burada Chelsea oyunçusu da Bavariya München oyunçusu top quşluğuna görə 3-3 qalırlar və əlbəttə ki, yenə də top komanda olduğu təqdirdə o bunu cəzalandıracaq. Sizin fikrinizcə Bavariya München erkən olsa da Çempionlar Liqasını qazanacaq deməyək ki, bu il Çempionlar Liqasının liqa fazasını birinci yerdə bitirə biləcəkmi?